Ya Allah, hörmətli izləyicilər, sizləri çox gözəl, səliqəli, yüksək səviyyədə tikilib və təmir olunmuş bir evdən, 2 mərtəbəli evdən tanış etməyə gəlmişəm. Ərazi də super bir ərazidir. Əsas yola, marşrut xəttinə çox yaxın bir ərazidə yerləşir. İstəyirəm əsas yolu da sizə göstərim. Ünvanımız Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Dostlar, gördüyünüz kimi əsas yoldur. Marşrut xətti evin tam yaxınlığından işləyir. Qiymət də çox gözəl rəqəmə satışa çıxıb. Mən deyərəm ki, şəxsi tikili bir evdir. Yəni, şəxsi tikilidən qətiyyən seçilmir də belə deyil. Həqiqətən də şəxsi tikili bir evdir. Fundamentin betonu var. Birinci mərtəbə ilə ikinci mərtəbənin ara kəsməsi monolit betondur. Monolit beton. Sənət kupçadır. İpotekaya da yararlıdır. Mətbəxdən pisetkaya çıxışı da var. Daxil olaq evə. Sizi evdən lap yaxından və ətraflı tanış edim. 4 sot torpaq sahəsində tikilib. Qiymət olaraq da istəyirəm qiymətin qeyd edim. Kimin büdcəsinə uyğundursa videomu sonacan izləsinlər. Düzdür, bizdə hər büdcəyə uyğun satışda evlərimiz var. Yəni kupçalı evlərdən işləyirik satışda. Evlərin, yəni deyərəm ki, elə hamısı kupçalıdır bizdə. Satışda işlədiyimiz evlər. Gördüyünüz bu 2 mərtəbəli monolit, birinci mərtəbə ilə ikinci mərtəbənin ara kəsməsi monolit olan ev qiymət olaraq 175.000 manatdan satışa çıxır inşallah. 175.000 manatdan. Döşəmə istip oldu. Bu gördüyünüz evin yəni qonaq otağıdır, birinci mərtəbənin. Burada evin mətbəxti mövcuddur. Mətbəx də deyərəm ki, qonaq otağı kvadratdadır. Maşallah, həqiqətən çox genişdir. Burada hamam ayaq yolu nəzərdə tutulub. Bu da yəni bir detiskli otaq. Daxil olaq ikinci mərtəbəyə, oraydan da sizi tanış edim. Yəni evdə tamamlanma işi gedir. Burada qəşəng raşotkadan yığılacaq, yəni balyans daşlardan ya dəmirdən. Sadəcə mən çəkib sizlə tanış edirəm. Gördüyünüzdə yəni qonaq otağı kimi istifadə etmək olar. Burada bir yataq otağı. Bu gördüyünüz evin ikinci bir yataq otağıdır. Beton görsənir yəqin. Üçüncü yataq otağı. Burada da dördüncü yataq otağı. İkinci mərtəbənin sanuzeli. Bir də qeyd edirəm, qiymət 175.000 manatdan satışa çıxıb. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikri ciddi olanlar mənimlə əlaqə saxlasınlar. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Allah alana da satana da xeyir versin.